cür xəbər çatdırılmalıdır tələbələrə. Yaxşı xəbər, pis xəbər. Deyir, yaxşı xəbəri çatdıran adam belə çatdırır. Salam, filan kəs, salam. Filan xəbər var sənə aid. Xəbərin detalları ilə deyir yaxşı xəbəri, hamısını. Pis xəbəri çatdıran adam necə deyir? Gəlir deyir ki, rəhbərlik sizi çağırır. Xəbərin özünü demir. Niyə? Niyə demir? Çünki pis xəbəri çatdıran adam sabah o pis xəbərlə assosiasiya olunacaq. Filan kəs pis xəbər çatdıran adamdır. Mənim yaxınlarımdan biri son 10 ildə yaxın adamlarımızdan 3 nəfərin ölüm xəbərini mənə dedi. İndi həmin adam mənə zəng eləyəndə ürəyim tıppıldayır. Görəsən nəsə olub? Allaha and olsun. Özdə birinci götürəndə biraz sakit danışır. Deyirəm, vay dədə, nəsə olub. Deyirəm, salam əleykum, salam. Nə salamatlıqdır deyirəm. Bax birinci, salam. Nə olub? Salamatlıqdır da deyir. Deyirəm, mən qorxuram da vallahi. Sən həmişə belə qara xəbərlərlə assosiasiya. Filan kəs assosiasiya ilə. Ustadlardan biri deyirdi, deyir ki, çöldə bir dənə qəza görmüsünüzsə, avtoqəza. Gəlib onu olduğu kimi evdə çatdırmayın. Niyə də demə? Gəlib evdə çatdırır. Çöldə avtoqəza gördüm. Bir nəfər yıxılmışdı, əli buradan sivilmişdi, qolu buradan çıxmışdı, qanı buradan axırdı. Nə deyirsən? Şad xəbər deyirsən. Demə ümumiyyətlə. Demə çöldə qəza baş verib. Yaxşı xəbəri çatdır. Niyə? Çünki o pis xəbəri çatdıran adam evdə o pis xəbərlə assosiasiya olunur sonra.